və Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri daha çox məlumat verir, ölkəmizin tarixi, münaqişənin tarixi haqqında və o cümlədən Azərbaycanın bugünkü reallığı barədə daha çox məlumatları verir. Təbii ki, bu da bizim 2-ci Qarabağ müharibəsində şanlı zəfərimizdən ayrı götürülə bilməz və bu ölkənin ərazi bütövlüyünün bərpası beynəlxalq dəstək olmadan baş tutdu. Bu unikal bir hadisədir və burada hərbi siyasi üsullardan da istifadə edildi. Rektor Paşayev artıq qeyd etdi ki, siz dünən azad edilmiş ərazilərdə oldunuz. 10 illiklərdən sonra işğala son qoyuldu. Azərbaycanda erməni separatçılığa son qoyuldu. Əlbəttə ki, buna Ermənistan daha çox şərait yaradırdı. Təbii ki, Azərbaycanın tarixi, əzəli torpaqları, o cümlədən Xankəndə, Azərbaycanın orada köklərini göstərir, tarixi köklərini. Çünki bu xanın kəndi, adından da belə bilinir. Təbii ki, siyasi, iqtisadi və mədəni nöqteyi nəzərdən Sovet hökumətinin qərarı ilə Azərbaycanda Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılması bu təcavüzkar separatçılığa yol açdı. Və əlbəttə ki, Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılması bu bir zamana işləyən bir bombaydı. Və əslində, təbii ki, bundan müəyyən dairələr siyasi məqsədlər üçün istifadə etdi. Və əlbəttə ki, biz buna il yarım bundan öncə son qoyduq. 24 saatdan az çəkən hərbi əməliyyat nəticəsində biz suverenlik uğrunda apardığımız döyüşü sona qədər gətirib çatdırdıq. Təbii ki, siz nəyin baş verdiyinin şahidisiniz. O, Azərbaycanın bugünkü reallığın təzahürüdür. O elə bir bölgədir ki, bölgə əslində dağıntılardan və bu kimi separatçılıqdan əziyyət çəkib.